Cümlə aləm özü Allahdır şahım. Aləm zərrələrdən ibarətdir. Hər bir zərrənin öz bətnində xəlq etmək qüdrəti var. Mən şahım. Qılınç tutan əl lazımdır mənə. Fəzlin elminə isnad eləmədən döyüşə bilmərik. Döyüşərsiz, məğlub olarsınız. Bəs İskəndər Zülqərneyn nə ilə qalib gəlirdi? O ki sizin elmə vaqif deyildi. Bəs Sultan Bayezid, Teymur özü. İskəndər kimi Teymur da Bayezid də böyük sərkərdələrdi. Amma əskərləri acizdirlər. Necə? Dünyaları fəth eləyən əskər aciz? Əskərin gücü qılıncda yox. Əqidədə olmalıdır şahım. Onların etiqadları Qur'anadır. Qur'ansa deyir insan zəif və aciz xəlq olub. Taleyi alnına yazılıb. Yəni öz iradəsi yoxdur. Heç bir şeyə qadir deyil. Bəlaya düşər olan insan bir Allaha pənah gətirməli və yalnız onun kəramətindən imdad gözləməlidir. Həqiqət isə belədir ki, Adəm din kitablarının yazılmasından çox qədimlərdə mövcud olmuş həmin xaliq zərrələrin məcmunundan insan özü xaliqdir. Amma cəhalət üzündən bunu bilmir. Elmə vaqif olub öz xilqətini dərk edənlər deyirlər,